Salam, hörmətli izləyicilər. Azərbaycanda hər il müəyyən dövrlərdə əv sərəncamlarının imzalanması cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Xüsusilə may ayı həm Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü, həm də Respublika günü kimi əlamətdar tarixlərlə yadda qaldığı üçün bu mövzu daha da aktuallaşır. Əv qərarları humanist addım kimi qiymətləndirilir. Bir tərəfdən sosial həmrəyliyi gücləndirir, digər tərəfdən müxtəlif qrupların gözləntilərini artırır. Bəs 2026-cı il may ayında əv sərəncamı imzalana bilərmi? Mövzu ilə bağlı Konkret.az saytına açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, əv fərmanı prezidentin səlahiyyətində olan məsələdir və istənilən vaxt imzalana bilər. Bu cür sərəncamlar adətən cəmiyyətdə həmrəyliyin gücləndirilməsi, sosial narazılıqların azaldılması və humanist dəyərlərin təşviqi məqsədi daşıyır. Tural Abbaslı qeyd edib ki, əv sərəncamlarının daha tez-tez verilməsi müsbət təsir göstərə bilər. Daha az ictimai təhlükəli əməllər törətmiş şəxslərin ailələrinə qovuşması cəmiyyət üçün faydalıdır. Bu, həm sosial mühitə müsbət təsir edir, həm də humanizm prinsipini gücləndirir. Partiya sədri əlavə edib ki, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin də əv siyahısında yer alması vacib məqamlardan biridir. Belə addım ölkə daxilində barışıq mühitinin formalaşmasına töhfə verə bilər, eyni zamanda xarici təzyiq arqumentlərini zəiflədər. Arzu edərdik ki, əv sərəncamı imzalansın və daha çox insan bu siyahıya düşsün. Xüsusilə gənc jurnalistlər, ictimai-siyasi fəallar arasında olan şəxslərin də azadlığa çıxması cəmiyyət tərəfindən müsbət qarşılanar, deyə Tural Abbaslı vurğulayıb. Qeyd edək ki, Azərbaycanda əv sərəncamları konkret tarixlərə bağlı olmasa da, adətən mühüm günlər ərəfəsində imzalanması halları müşahidə olunur. Prezident istənilən vaxt belə qərar qəbul edə bilər. Bu mövzuda sizin fikriniz nədir? May ayında əv gözləyirsinizmi? Şərhlərdə yazın. Abunə olmağı, bəyənməyi unutmayın.